Qaldı demək, başqa məsələ barəsində düzdür, Əlikiram bəy, biz onunla yaxınıq, dostuq, bir yerdə döyüşmüşük, döyüşçüyük. Bir şey də sizə deyim ki, elə Respublikada da və digər devlətlərdə də bu döyüşçülərin haradasa saflığı nəzərə çatır. Ona görə də mən Əlikiram bəyin demək, bu günləri burada birinci çıxışında dedi ki, Danışma Respublikası düzü. Mən də bu Azərbaycan xalqının bir oğlu kimi mənə də təsir elədi. Mən istəməzdim ki, biz haradasa demək ayrılaq. Bu mümkün də deyil. Çünki bilməlisiniz ki, biz qaynayıb qarışmışıq. Burada demək, söhbətlə tanışdan gedir, nə kütdən gedir. Biz hamımız qardaşıq. Şəxsən mənim özüm də seyidəm. Ona görə də mənim ətrafımda da birləşməlisiniz. Bu sizin borcunuzdur. Demək qaldı Əlikiram bəyin o məsələnin qaldırılması, düz hərəkət edib, mən demirəm düz hərəkət eləməyib, düz hərəkət edib. Mən bu günlərdə demək, Əlikiram bəylə də söhbət elədik. Demək, haradasa bura 15 il bundan qabaq rəhbərlərin ayağı dəyib, devlət rəhbərlərinin indiyə kimi birini də bura ayağı dəyib. Bunun özü də böyük şərtdir. Haradasa demək, bizim rayonlarımıza baxımsızlıq, demək olar ki, hər şeyə gətirib çıxardı bilər. Hazırki vəziyyətdə, hazırki devirdə özünüz bilirsiniz ki, bizim ümumi bir düşmanımız var, onlarla da biz müharibə edirik. Mənə belə gəlir ki, biz bu devirdə hamımız əl-ələ verib, qardaş kimi düşmanın qabağına çıxmalıyıq. Düşman kimin düşmanıdır? Bu demək, hamımızın düşmanımızdır. Ona görə də biz bu müharibəni qələbənlə başa çatdırmalıyıq. Müharibəni qələbənlə də başa çatdırmaq üçün bütün hamının köməyi lazımdır. Xalqın köməyi lazımdır. Tək nə Sürət, nə Əlikiram, nə başqası döyüşən demək oğullarımız bunlar çox azlıq təşkil edir. Bugünkü gündə xalqımız ayaq üstə qalxmalıdır. Xalqımız kömək eləməlidir. Bu müharibə xalqın müharibəsi olduğu üçün xalq hiss elətdirməlidir ki, doğrudan bu müharibə bunun müharibəsidir, xalqın müharibəsidir. Yoxsa kimlərsə, məsəl üçün, düzdür, sinəsini qabağa verir, gedir, şahid olur. Özünüz bilirsiniz ki, bu 5 ildə gedən müharibədə bizim qeyrətli oğullarımız rəhmətə gediblər. Qəhrəman kimi hamısı demək, öz canlarını demək, qurban veriblər bu torpaq uğruna. Ona görə mənə belə gəlir ki, bugünkü gündə bütün hamımız əl-ələ verməliyik. Ayrılıqdan söhbət gedə bilməz. Dahadan biz sıx birləşməliyik və bir qüvvənlə düşmanın qarşısına çıxmalıyıq. Əlikiram bəy mənim dostumdur, qardaşımdır, bizim dostluğumuz indi deyil, demək, haradasa çoxdandır. Demək olar ki, 2 il vaxt var ki, biz dostluq edirik. Mən onun qeyrətli olmağını bilirəm, onun xalqını istəməyini bilirəm. Ona görə də haradasa onun da küsməyə haqqı var ki, bugünkü gündə mən bu günləri doğrudan da burada rayon rəhbərlərini dinlədim, eşitdim və o problemlərin hamısını özüm demək, eşitdim və belə nəticəyə gəldim ki, o adamın düz hərəkət edib, ancaq onun dostu, baş nazir olan bir vaxtı gələcəklərə Biz qaradaş olmuşuq, qaradaş olaraq da qalır, başqa söhbət yoxdur. Ona görə də bəzi demək, o siyasi tələblər var. Mənə belə gəlir ki, o aidiyyətli təşkilatların qarşısında şəxsən onu mən qaldıracam. Əlikiramın dostu, qardaşı kimi mənə belə gəlir ki, onun da həllini biz bir yerdə tapacağıq. Qalan, gərək siz o vaxtda heç fikirləşməyəsiniz ki, biz ayrılacağıq, yəni biz daha sıx birləşməliyik. Siz onu da bilməlisiniz ki, mənim bəlkə də o gün, keçən səfər Əlikirama deyirəm ki, mənim bəlkə qohumum səndən çoxdur burada, Lənkəranda. Hamımız qaynayıb qarışmışıq. Ona görə də mən demək, bizim bu müharibədə, birinci növbədə müharibədə mən Azərbaycan xalqına qələbə arzu edirəm. O qələbə də mənə belə gəlir ki, bizim hamımızın birliyimizlə əldə olunacaq.